Yaxşı, bəs enerjini nədən alaq? Nədən enerji alaq? Ancaq gülməklə, ancaq xoş yaşamaqla, ancaq təbii dünya görüşü ilə. Belə bir qanun var. O şey eləyin ki, o şey asan, tez və şən alınsın. Və o işi o insanlarla eləyin ki, yenə də o iş bu cür alınsın. Yəni bu üçlüyə tabe olsun. Asan olmalıdır. Təbii hər bir şey asandır. Bunun ən belə, necə deyim, qaçılmaz mənim çəkdiyim nümunə bir ədəb də səslənsə cinsi əlaqədir. Yəni, cinsi əlaqədən sonra uşaq dünyaya gəlir də. Bundan asan şey var. Təbii şeydir də ona görə. Başa düşürsünüz nə demək istəyirəm. Bütün təbiətdə bu çox asan baş verir. Bitkilərdə belə. Yəni, bir arı gəlir, ayağı ilə götürür, aparır, qoyur o birisinin yuvasına və salam. Və orada meyvə mənə gəlir. Neynədir? Ay orada, arı 2 saat orada çəkiklə, lomla işləmədi ki. Başa düşürsünüz nə demək istəyirəm. O şey ki, çətindir. O şey ki, yorucudur. O şey ki, sizə narahatlıq, bikeflik gətirir. O deməli, qeyri-təbiidir, təbiətə ziddir və sizə lazım deyil. Onu eləməyin. Mənim çox əziz müəllimin Vahid Rızayevin o sizin kitabları təqdim elədim sizə. Onun quşlar haqqında bir dənə yazısı var. Mən onu demək olar ki, hər gün beynimdə fırladıram və o yazını dəfələrlə oxuyuram, gözlərim də olur da yəni. Adam orada quşları elə ifadə edir, indi danışam, düşlərimiz biz olur. Orada deyir ki, quş gəlir deyir yuvasına, qar yağıb da yuvasına, ayağı ilə belə deyir, qarı belə təmizləyir, oturur orada. Yumurtasını qoyur, külək, günəş, heç vaxt narazılıq eləmir. Heç bir halda quş narazılıq eləmir. Təbiəti olduğu kimi qəbul edir. Mahnı da var, deyir, təbiətin pis havası olmur. Bizim yanaşmamız deyil pis, bizim yanlış dünya görüşümüzdür. Bu heyvanlarda o təbii dünya görüşü, belə deyim, refleksiv də olsa, bilim, onlar aşağı tezlikli, düşüncəli varlıqlar da olsa, yaradan onları xoşbəxt yaradıb, hürrəm yaradıb. Əslində, Babəkin hürrəmilər hərəkatı da buydu, yəni. Yiyib-içib hər şey dağıdan deyil, adamlar azad idilər. Hür nədir? Azad olmaq. Azadlıq da təkcə bu azadlıq da öyle, nə istəyirəm eləyim. Bütün o təbiətdə zid matrisalardan, fikirlərdən, dünya görüşündən azad olmaqdır. Sən azad olandan sonra artıq sənə heç nə pis gəlmir. Sən bunu normal baxırsan. Mən uşaqlara misal çəkirəm. Deyirəm ki, yolla gedirsiniz, baxırsınız ki, bir it və ya pişik və ya quş təbii ehtiyacını ödəyir. Sonra əsəbləşirsiniz. Yox. Bu insanlar da belədir də. Bu bir insan da o hələ pişikdir, itdir də, hələ o oradadır. Sən onu görsən istəyəcəm ona bax, plan, kəs, özü istəyirəm, eşəklik elədir. O elədir də, indi hələ elədir, elə baxmaq lazımdır. Hətta mənim o əziz Vahid müəllimin, onun adının qabağında həmişə əziz ona görürsən, həqiqətən çox əzizdir bizim üçün. O maddəyə necə yanaşırdı görərsiniz. Mən hələ ora çatmamışam. Yəni adam bir dəfə mənim yanımda belə kağızı cırdı. Kağızı belə qoydu o birisinin yanına. Deyir, təşəkkür eləyirəm sənə. Yəni maddəyə, yəni bizim cansız və şuursuz və yaxud da ki, belə də əşyaya bu dərəcədə sevgi ilə yanaşmaq, bilirsiniz hardan gəlir? Bütün maddələrin içində yaradanın işıq payı var. Yaradanın zərrəsi var, işığı var. O onu bilir və görür. Başa düşdünüz? Bizim üçün bu adi əşyadır. Onu görür, bir var hiss eləmək, o görür, konkret görür. Yəni qələmi belə deyir, atmayın. O qələm deyir, işıq daşıyır. O sizə yazmağa kömək eləyir. Biz necə davranırıq? Hələ əşyalar qalsın bir-bir, biz az qala bir-birimizi itmişik də, yiyirik yalnız bir-birimizi. Biz bir-birimizin qədrini bilmirik, qalmışdıq əşyalara. Ona görə də insan birinci ilk növbədə özünün, bu egoizm deyil, bunu egoistlik kimi heç kim qələmə verməsin, təbii egoizm var. Təbiət yönümlü egoizm var. Birinci özünsən. Təyyarədə necədir? Məsəl üçün, elan verilir də ki, qəza vaxtı ilk növbədə maskaları özünüzə taxın, sonra uşaqlara. Bunu niyə belə deyirlər? İncilin ayəsidir. Özünüzü xilas edin, ətrafınız xilas olacaq. Quran ayəsi, bir bəşəri öldürən bütün bəşəriyyəti öldürür. O bir bəşər özümüzüksə, biz özümüzlə məşğul olmalıyıq, özümüz böyüməliyik, özümüz inkişaf eləməliyik. Və bu həyatımızın hədəfi olmalıdır. Bizim onsuz da
həyat missiyamız ruhun təkamülüdür. Bütün bu rutin, o yemək içmək, biz bura nə ilə gəlmişik? Enerji və informasiya ilə gəlmişik. Gedəndə də aparacağımız yenə də yalnız enerji və informasiyadır. Və orada belə deyim də o sorğu-sualda belə deyək, orada məsəl üçün baxmayacaqlar ki, sən iPhone bütün seriyalarını istifadə eləmisən və yaxud da ki, iPhone haqqında bütün məlumatlara maliksən ki, bu necə işləyir deyilir. Orada baxacaqlar ki, sən həyati təcrübələrdə hansı bilgiləri yığmısan ki, gələcək həyatında sən o ilə gəlib daha xoşbəxt və daha sağlam yaşayasan. Yəni orada balla şərbəti ayrılırlar. Şərbət buraxılmır. Yəni hamımızın kainatda bir virtual kitabxanamız var bizim, hamımızın, hər şəxsin özünün. Düşünün ki, bir arı pətəyidir. Arı pətəyinin o bir hücrəsi deyək də, biz hər birimizin o hücrəsi var. Biz o hücrəni doldururuq və inkişaf edirik. Onu doldurmalıyıq. Orada tələb olunan yeganə şey baldır. Yeri gəlmişkən Quranda da şəfa kəlməsi iki şeylə paralel keçir. Bir Quranla, bir də bal, yəni şəfa, Quran və bal şəfadır insanlara. Quran isə həmin dediyim o doğru mənadır, doğru dünya görüşüdür. Aydındır.